Dostlar, salam aleyküm. Hər kəsə salamlar olsun. Bu günləri çəkiliş edirik. Cəlilabad rayonu Maşlıq kəndində. Bu Rusiyanın arizonasıdır. Aryol deyirəm bir arizonadır, tuğladır. Belə bir şeydir. Bunu Əkbərə alim gətirib. Allah onun balasını saxlasın. Sağ ol alim müəllim. Allah səndən razı olsun. Bax qardaş, bu karkazıdır, bu Rusundur. Buna da söz ola bilməz. Bir nömrəlidir. Qardaş, bu da bir başqa bir adam gətirib bunu. Bu da Türkiyədən gəlib, bu da Arizonadır, bu açıqdır. Bunu mən əkməmişəm. Bunu əkiblər. Qonşuluğumda biri var, əkib. Bu da türk deyilən bir şeydir. Bunu alim gətirməyib. Bunu başqa bir adam gətirib, bu qardaş əkib. Hə, amma bu kartof əkiləndə, bu kartofun şırımı çəkilirdi. Baba, bu kartof da ayrı bir adamındır. Başqa bir adamındır. Bu Türkün arizonasıdır. Bu kartofu da, Baba, alim dediyim bir adam oğlan gətirib. Baba, bu da türkdür. Bu da türkdür. Bunu alim gətirib. Qardaş, bu 1 manat 40 qəpik idi bunun qiyməti, deyirlər bahadır. O stolbadan dolayına karkazdır. Karkazı keçib bu açıq. Qardaşlar, bir dəfə su görməyib bu. Çəkilib hələ bir dəfə su görməyib. Allah köməyin olsun. Qardaş, düz deməsən Allah adamı vurar qardaş. Təmiz kartova nə demək olar? Budur, türkdür. Bunun əkildiyi ilə bu vaxta gəlib çatmaz 2 ay yoxdur. Bu kartof əkiləndə hələ bu kartofun şırımı çəkilirdi. Bu da ayrı bir sortdur. Türk deyilən bir şey gətiriblər kəndə. Bunu da əkib qardaş əziyyət çəkib, zəhmət çəkib. Bundan nə olacaq? Görsən, demirəm kimindir qardaş. Hər kəsin də Allah xeyrin versin, amma belə olmaz. Toxum elə olmalıdır. Budur. Belə, bir də ki, o birisi parnik kimi. Parnik kimi. Sağ ol alim, var ol. Allah səndən razı olsun.